Yaşam koçunun işi o deyil də, məsələn, xəstəliyi sağalsın. Amma siz iddia edirsiniz ki, mən şuuraltıya təsir eləyərək xəstəliyi sağaldıram. Hətta burada bizim siyahıda öskürək var, allergiya var, autizm kimi bir genetik xəstəlik var. Siz iddialı edirsiniz ki, mən insanlara təsir eləyərək bunu sağaldıram. Bu necə baş verir? Yəni, insan özünə mi inamı artır, yoxsa nədən baş verir? Konkret örnəklər göstərə bilərsinizmi? Bütün xəstəliklərin əslində səbəbi 0-7 yaşına qədər olan hadisələrin döngüsünü yaşayır. Yəni, orada nə hadisə baş verirsə, biz onun gələ həyatımızda, bugünkü həyatımızda o döngüləri yaşayaraqdan oradakı olan travmalarımızın xəstəlik halında təzahür edir böyük həyatımızda. Məsələn, öskürəyə gələk. Nənə xəstədir, neçə illərdir öskürür və bunun xəstəliyi, heç bir şəkildə xəstəliyi keçmir, öskürək keçmir. Amma nəvəyə seans edirsən və məlum olur ki, nəvə ilə nənə arasında bir dialoq olub və nənə sözünü deyə bilməyib. Nəvə yoxsa nənə? Nənə sözünü deyə bilməyib. Nənə nəvəyə sözünü deyə bilməyib və nəvə də onu günahlandırır ki, bilmədiyi bir şeydən günahlandırır. Sənin günahın, sən günahkarsan mənim bu indiki halımda. Və nəvə onunla özünlə üzləşir. Nənənin 2 gün sonra öskürək kəsir. Əslində burada siz deyirsiniz, sən nəsə eləyirsən, mən heç nə eləmirəm. O özünü eləyir. Özü bir fərqindəlik yaşayır. Anlayır ki, bunun səbəbi nə imiş? Bəs siz necə tapırsınız ki, nənə buna deməli idi ona görə? Mən heç nə demirəm, o özü tapır. Mən heç nə demirəm. Mən sadəcə olaraq ona yol göstərirəm. Elə bir sadəcə olaraq qapının arxasında durub, qapını açıb içəri girməyə qorxur. Mən sadəcə qapını açıram ki, gəl gir içəri.